Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı. Nə vaxt işə düşəcək? Putin açıqladı. Rusiya buna görə Əliyevə minnətdardır. Putin prezident İlham Əliyevlə görüşəcəyini açıqladı. Zaxarovadan Azərbaycan açıqlaması. Bunu mümkün qədər tez istəyirik. Amerikadan Azərbaycan açıqlaması. Bu səhifə bağlandı. Ermənistan tərəfi zəruri daxili prosedurları tamamladıqdan sonra Tramp marşrutunun işə salınması üçün əsas olacaq çərçivə sazişini imzalayıb. Bu barədə Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan sosial mediada canlı yayım zamanı deyib. Mirzoyan qeyd edib ki, çərçivə sazişini hər kəsin gözü önündə imzalayıb. Bu sənəd Amerika Birləşmiş Ştatları dövlət katibi Marco Rubio'nun səfəri zamanı paraflanıb, sənəd artıq onun tərəfindən də imzalanıb. Buna görə saziş təsdiqlənməyə hazırdır. O bildirib. Erməni nazir sənədin nə vaxt ratifikasiya olunacağı və qüvvəyə minəndən sonra layihənin həyata keçirilməsinin konkret mərhələləri barədə məlumat verməyib. Ermənistan Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı arasında seçim sınağı ilə üzləşib. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. İndi qonşu Ermənistan da Avropa İttifaqı tipli ya bu ya da o testindən keçir. Prezident Vladimir Putin mayın 9-da keçirilən mətbuat konfransında bu mövzu haqqında ətraflı danışıb. Ermənistan özü qərar verməlidir, öz seçimini etməlidir. Avrasiya İqtisadi Birliyində qalmaq, yoxsa Avropa İttifaqına qoşulmaq istəyir. Bunu özü seçməlidir. Ermənistan xalqının istənilən seçiminə hörmətlə yanaşacağıq, amma bu seçim olmalıdır, o bildirib. Lavrovun sözlərinə görə İrəvan artıq Avropa İttifaqına üzvlüklə bağlı qanun qəbul edib. Əgər belə bir qanun varsa, deməli artıq məsələyə dair qəti mövqeyə maliksiniz. Amma bu halda gəlin dediyimiz sözlərə görə məsuliyyət daşıyaq və bunu xalqa bəyan edək. Moskvanın İrəvanın xarici siyasəti ilə bağlı dəqiq cavablara ehtiyacı var. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun sözlərinə görə Rusiya iki tərəfli münasibətlərin inkişafını Ermənistandakı seçki prosesi ilə əlaqələndirmir. Rusiya-Ermənistan münasibətləri strateji xarakter daşıyır, siyasi şəraitdən və ya seçki kampaniyalarından asılı olmamalıdır. Moskva heç vaxt Ermənistana yaxud digər ölkəyə qarşı siyasətini seçki dövrlərinə əsaslandırmayıb. Bu ona bənzəyir ki, velosipedim olmadığı üçün çox əsəbi idim, velosiped alan kimi dərhal sakitləşdim. Belə yanaşma gülməlidir, o bildirib. Zaxarova qeyd edib ki, son dövrlər Ermənistanın Avropa İttifaqı və Avro-Atlantik strukturlara yaxınlaşdırma səylərini müşahidə edirlər. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünü təşviq etməyə hazırıq. Telegraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirinin MDB işləri üzrə müavini Mixail Galuzin deyib. Aprel ayında Zəngilanda keçirilən görüşdən sonra ticarət dövriyyəsinin artırılması və sənayedə institusional əməkdaşlığın inkişaf etdirilməsi üçün tədbirlər siyahısı hazırlanıb. Rusiya biznesinin Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidən qurma layihələrində iştirakı üçün imkanlar müəyyən edilib. Rusiya Azərbaycanı Avrasiya İqtisadi Birliyinə yaxınlaşdırmaqda maraqlıdır, o bildirib. Onun sözlərinə görə Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin tam və hərtərəfli normallaşdırılmasına yönəlmiş səyləri dəstəkləyir. Biz əvvəlki kimi nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında, humanitar məsələlərin həllində Bakı və İrəvana kömək etməyə və sülh müqaviləsinin imzalanması üçün platforma təqdim etməyə hazırıq, Rusiya rəsmisi əlavə edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə deyib ki, Rusiya hesab edir ki, Azərbaycanla mədəni humanitar əməkdaşlığı mümkün qədər tez bərpa etmək lazımdır. Ümumiyyətlə, Moskva Azərbaycanla iki tərəfli əlaqələrin bütün spektrinin ardıcıl inkişafına sadiqdir. Bu, ölkələrimizin xalqlarının maraqlarına uyğundur. Hesab edirik ki, hazırki fasilədən sonra mədəni humanitar sahədə tammiqyaslı əməkdaşlığın tezliklə bərpası vacibdir. Ən yüksək səviyyədə daxil olmaqla bir sıra təşəbbüslər müzakirə olunub. Rusiya İrana humanitar yardım göndərilməsində göstərdiyi köməyə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdardır. Bu barədə Rusiya prezidenti Vladimir Putin deyib.
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini açıqlayıb. Telegraf xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində xarici media orqanlarının rəhbərlərinə müsahibəsində Rusiya prezidenti Vladimir Putin Rusiyanın Azərbaycanla həmişə yaxşı münasibətləri olduğunu diqqətə çatdırıb. Bizim Azərbaycanla həm iqtisadiyyatda, həm də siyasətdə həmişə çox yaxşı və səmimi münasibətlərimiz olub və bu davam edir. Bir neçə il əvvəl iki ölkə arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığını xatırladan Putin bildirib. Prezident İlham Əliyev bu müqaviləni konkret məzmunla zənginləşdirmək üçün xeyli səy göstərir. Bu öz əksini əməkdaşlığımızın konkret istiqamətlərində tapır. Putin həmçinin Rusiya humanitar yardımının İrana göndərilməsində göstərdiyi köməyə görə İlham Əliyevə minnətdarlığını ifadə edib. Ermənistan və Azərbaycan arasındakı münaqişə bitib. Bunu Amerika Birləşmiş Ştatları dövlət katibi Marco Rubio deyib. Ermənistan və Azərbaycan arasındakı münaqişə bitib. Bu təkcə bitməyib, həm də artıq imzaladığım və rifaha aparan yeni yolun başlanğıcı olan razılaşma, anlaşma memorandumu ilə bağlanıb, o bildirib. Marco Rubio söhbətin Amerika Birləşmiş Ştatları və Ermənistan arasında imzalanan Tramp marşrutu üzrə çərçivə sazişindən getdiyini qeyd edib. Rusiya hesab edir ki, Azərbaycanla mədəni humanitar əməkdaşlığı mümkün qədər tez bərpa etmək lazımdır. Telegraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Ümumiyyətlə, Moskva Azərbaycanla iki tərəfli əlaqələrin bütün spektrinin ardıcıl inkişafına sadiqdir. Bu, ölkələrimizin xalqlarının maraqlarına uyğundur. Hesab edirik ki, hazırki fasilədən sonra mədəni humanitar sahədə tam miqyaslı əməkdaşlığın tezliklə bərpası vacibdir. Ən yüksək səviyyədə daxil olmaqla bir sıra təşəbbüslər müzakirə olunub, o bildirib.